Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. El bilir ki, verilişini, növbəti çəkilişini həyata keçirdir. Düşündük ki, hansı sahədə çəkiliş aparaq ki, həm də tamaşaçılarımız üçün maraqlı olsun. Biz bilirik ki, heyvanlar içərisində insanların ən sədaqətli dostu atdır. Ona görə sədaqətli dostdur ki, at həm də ürkəkdir. At ovlanmasından daha çox qorxan bir heyvandır. İt özünü müdafiə etmək üçün dişlərindən istifadə edir. Çünki ət yeyəndir. Ancaq atlar isə ot yemək səbəbilə özünü hər zaman ürkək, hər zaman qorxuda, həyəcanda hiss edir. O səbəbdən mütləq şəkildə atlara nəvaziş göstərmək lazımdır. Ta keçmişdən bu yana atlar ilxi şəklində yaşayıblar. Hətta Atropatena, Albaniya, Midiya dövründə belə atların yavaş-yavaş əhliləşdirilməsinə başlanılıbdır. Daha o zamandan bu günümüzə qədər həm orduda, həm bu gün isə xüsusi olaraq atlardan müəyyən yarışlarda istifadə olunur. Biz də ümumən bu verilişimizi atlara həsr etmək istədik və xüsusi olaraq onun üçün özümə geyim də seçmişəm ki, köynəyim üzərində bir at şəkili olsun. At olduqca vəfalı heyvandır və biz də bugün Qarabağ Atçılıq kompleksindəyik ki, tam olaraq atlar haqqında A-dan Z-yə nə biliriksə, bildiklərimizi isə çatdıracaq, bilmədiklərimizi isə burada olan xüsusi bu işin peşəkarlarından əldə edib yenidən sizin diqqətinizə çatdıracaq. Bugün dünyanın bir çox yerlərində at heykəlləri mövcuddur. Atla bağlı filmlər var, deyimlər var, atalar sözləri var. Hətta Azərbaycan filmlərində də bunu geniş şəkildə görə bilərik. Necə deyərlər? İgid odur atdan düşə, atlana, igid odur hər əzaba qatlana. Bugün sizə məhz Qarabağ atlarından söhbət açıb, Qarabağ atlarından danışacaq. Bir çox dövlətlərin özlərinə məxsus at cinsləri var. Ancaq Qarabağ atları o cinslərdəndir ki, bütün dünyada məşhurluq qazanan at cinslərindən hesab olunur. Həm onların qaçışı, həm onların boylarının müəyyən hündürlükdə olması, ayaqlarının ölçülərini, alnının hündürlüyü, dodağın qabağında olması və bir çox məqamlar məhz elə Qarabağ atlarını bütün dünyada məşhur edibdir. Biz də bugün Qarabağ atları haqqında müəyyən məlumatları siz tamaşaçılara təqdim edəcəyik. At igidin yaraşığıdır deyirlər. Bir igidin əgər atı yoxdursa, deməli o igidin heç bir titulu yoxdur. Ta keçmişdən bu yana müəyyən sahələrdə atçılıqdan geniş istifadə olunurdu. Ələxüsus da keçmiş müharibələrə diqqət etirsək, bir igidə igidliyi gətirən, bir igidi daha əzəmətli, daha qamətli göstərən məsələ onun üzərində dayandığı at hesab olunurdu. Bugün də Qarabağ atları yenə də olduğu kimi dünyada olduqca məşhurluq qazanan at cinslərindəndir. Hətta keçmişdən bu yana süzülüb gələn bu dədə-babalardan bizə miras qalan bu Qarabağ atlarını bugün də qoruyurlar. Bugün onların da artırılmasından geniş şəkildə istifadə olunur. Qarabağ atları əsasən iki rəngdə olur. Yəni kürən olurlar, bir də qızılı kürən olurlar. Bir də Qarabağ atlarının qəşəng naxışları olur. Eksteryer quruluşu biraz nacim olur, incə olur. Yəni qulaqları gödək olmalıdır, rəngi qızılı kürən olmalıdır, Qaşqası alnında enli qaşqası olmalıdır. Çox enli də o biraz olmamalıdır. Ayaqlarında şəkil olmalıdır. Yəni bu xüsusiyyətləri bir də orta boylu olur. Dünyada deməli 260-a yaxın at cinsi var ki, onun da elə bir nişanasına görə, ondan sonra naxışlarına görə, insanla dostluq elədiyinə görə, yemə az tərəfkar olduğuna görə Qarabağ atları o bir atlardan seçilir. Burada hər bir atın özünün doğum tarixi, atasının, anasının və öz adı da qeyd olunan xüsusi lövhələr var. Məsələn, bu atın rənginə baxsaq, qızılı kürəndir. Yəni sanki üzərinə qızıl bir örtü örtmüsən bu atın və burada adı qeyd olunur. Adı Lifti, cinsi Qarabağ cinsidir. Atasının adı Şəfrandır, anasının adı Laləndə və 2023-cü ildə doğulub bu at, erkəkdir. Rəngi də qızılı kürəndir. Və alnın ortasında ağ, arxa ayaqların aşağısında ağ və qabaq ayağının birində də ağ rəngi görmək mümkündür və onlar da xüsusi olaraq burada olan mütəxəssislər tərəfindən qeydiyyatları aparılır.
Bir məlumat da diqqətinizə çatdırım ki, atlar doğulandan onları analarının adlarının baş hərfi ilə adlandırırlar. Məsələn, adı Sovqatdır, anasının adı Satmadır. Yəni baş hərfindən götürərək həmin ata ad qoyurlar və atlar doğulandan 24 saat sonra anaları kimi qaçmağa başlayır və hətta analarından da sürətli qaçmağa başlayır. Adətən atlar doğulanda doğulmuş qulunlara anasının adı ilə qoyulur. Anasının adı ilə qoyulur. Atasının adı ilə yox, anasının adı ilə qoyulur. Anasının birinci hərfi də, məsələn, elə bir ki, maydan doğanda ananın adı əgər süzmədirsə, onun balasının adını məsələn qoymuş Səlib. Elə bir ki, sərlə başlamalıdır. Yəni ki, bir ailəyə aid olmaq üçün göstərir. Bu ailəyə aid olduğunu göstərir. Ayğırlarda gedir, xət gedir. Məsələn, bizdə olub nadir nöqtə 1919-da doğulmuş atın xətti hələ davam edir burada. Bəli. 1949-cu ildə ailələr olar. Bizdə 8 baş ailə götürülür. Həmin ailənin davamçısı 1949-da məhəllə qoymuş həmin ailələrin nəsli, ailənin davamı hələ getməkdədir. Bu atın adı Sarıqdır. 2023-cü ildə burada doğulubdur. Məsələ Qarabağ Açılıq Zavodunda. Və əgər biz bu atı auksiyona çıxartsaq, ən baha qiymətə satılan atlar sırasında olacaq. Deyim səbəbin nədir? Əgər atın iki arxa ayağı ağ, yəni səkilli və sağ ayağı öz rəngində, sol ayağında da ürəyə yaxın nahiyədə səkil varsa və qaşqası ağdırsa, deməli bu ən bahalı at hesab olunur və bu atda məsələ Qarabağ Açılıq Zavodunda doğulubdur. Bir neçə ildən sonra bu atdan yeni balalar alınacaqdır və bu atın anası da, atası da vaxtı ilə çox möhkəm, çox dözümlü və Qarabağ cinsinə aid olan at olub və bu da qızılı kürən hesab olunur. Bunun da rəngi sapsarı və üzərində xüsusi olaraq bunun nişanı var ki, 23-cü ildə doğulubdur və gələcəkdə bu atdan balalar alınacaqdır və onu da qeyd etmək istəyirəm ki, çox nadir hallarda belə atlar doğulur. Yəni iki arxa ayağı səkilli və qabaq sol ayağı səkilli, sağ ayağı isə öz rəngində və məxsusi olaraq o dövrdə belə nadir atları bəylər bir-birlərinə hədiyyə pay verərlər. Ancaq şükürlər olsun ki, Qarabağ Açılıq Zavodunda məsələ belə atlar da var və bundan gələcəkdə balalar alınacaqdır. Dırnağı bərk olsun deyirlər. Qarabağ atlarından biraz ehtiyatlı olmaq lazımdır. Yəni bunlar yeganə atdır ki, bunlarda qapmaq, yəni dişləmək və eyni zamanda dal ayağı ilə zərbə vurmaq deyilən bir şey yoxdur və at yeganə heyvandır ki, onun zərbəsinə yalnız at dözə bilər. Çünki insanı vurarsa müəyyən hissələrini mütləq şəkildə qıracaq. Və atlar haqqında bilmədiyimiz müəyyən maraqlı faktlar da var ki, atlar həm də ayaq üstündə yata bilirlər. Əgər siz bir atı görürsünüzsə ayaq üzərindədir, düşünməyin ki, o sizi görür. Bəlkə də yatıb, həm də uzanıqlı şəkildə də at yata bilər. Və eyni zamanda atlarda o xüsusiyyət var ki, onlar güzgüdə özlərini görə bilirlər. Hətta mütəxəssislər söyləyirlər ki, atlar yuxunu rəngli şəkildə görürlər. Atların qusma qabiliyyəti yoxdur, çünki onların mədələri əksinədir. Bu ərazidə atların təlimi həyata keçirilir və xüsusi görürük ki, torpaq yerdir və bu da ondan ibarətdir ki, atların belə eləyək, yerişləri daha çətin olur. Düz yerə çıxanda sürətlərini daha geniş şəkildə göstərə bilər, yəni qaçmaqları daha yaxşı olur və xüsusi olaraq atın üzərində dayanmaq da vacib şərtlərdən biridir. Ki, necə dayanmalısan və at səni belə deyək, qaldırıb yerə çırpmasın və yaxud da başını necə boş buraxmalısan ki, rahat getsin.
Keçmişdə belə deyərdilər, atdı, papaqdı, arvaddı, kişiyə urvatdı. Yəni kişi üçün namus olan, şəxsiyyətinə xərər gətirməyən papaq idi, at idi və onun ömrün yoldaşı idi. Ta keçmişə nəzər salsaq, bizim Cəviş müəllim filmində də atımın quyruğunu kəsirsiniz, köpək oğlu deyilən bir ifadə də səslənir. O vaxtlar Qarabağ atları sürü şəklində, ilxi şəklində olurdular. Daha sonra isə insanlar onları əhilləşdirərək, belə deyək, həm kənd təsərrüfat işlərində, həm də müəyyən keçilməz yollarda istifadə edirdilər. Bu at sürəndə istifadə edilən qamçıdır. Keçmişdə olan bəylər, keçmiş kişilər deyərdilər belə. Onların xurum çəkmələri olardı, dizdən yuxarı olardı və onlar atdan düşəndə bunu keçirdərdilər məsələ o çəkmənin bir kənarına. Xüsusi olaraq biz bir qədər də keçmişə, yazılı ədəbiyyata nəzər salsaq, Koroğlunun qıratının, düratının olduğunu bilmişik. Qaçaq Nəbinin eyni zamanda boz atını və hətta Nizami Gəncəvi, Xosrov və Şirinin ən çox sevdiyi Düldüldən də söhbət açılır. Eyni zamanda Xan qızı Xurşudbanu Natəvana məxsus Əliyetməz ləqəbli ayğırın da bax burada şəkli var. Yəni keçmişdən bu yana insanlar ata olan məhəbbətləri, ata olan sevgiləri, məsələ onları at minməyə, at sürməyə vadar edir. Eyni zamanda Kraliça 2. Yelizavetaya 1956-cı ildə hədiyyə olunmuş Zaman ləqəbli Qarabağ atının da burada şəklini görə bilərik və təbii ki, yəhər olmadan, qantarğa olmadan, üzəngi olmadan at sürmək də bir qədər çətindir. Keçmişdə də olan insanlar, yəni yal bədənə, belə deyərdilər, atın yalmanından tutmaqla üzərinə minərdilər, onu çapardılar. Ancaq bir qədər sonra isə bu yəhərlər, bu xüsusi olaraq qurğular icad olundu ki, atın baş hissəsinə keçirirsən və atın belinin açılmaması üçün bu yəhərlərdən və yəhər atdıqlarından istifadə olunur. Ağ atlı oğlan, at muraddır, bəy verən atın dişinə baxmazlar deyə atalar sözlərimiz var. Hər halda at bir igidin yaraşığıdır, at bir elin köməyinə yetər. At bizim görə bilməyəcəyimiz işləri görməkdə mahirdir. At avtomobillərin keçə bilmədiyi yollarda rahat şəkildə keçir. O zamandan bu günümüzə qədər igidlərin, ərənlərin ən yaxın dostu və onun daima yanında olan, onu özü qədər sevən atlar bu günümüzdə də var və ələxüsus söhbət Qarabağ atlarından gedir. Əziz dostlar, El bilir ki verilişinin bu səfərki çəkilişini məsələ Qarabağ atlarına həsr etdik. Siz də hər zaman muradınıza çatın.